Ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratik Partiyasının sədri, Şimali Makedoniya Məclisinin üzvü Baycan İlyas, Əmək və Sosial Siyasət Nazirinin müavini Ənvər Hüseyin Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Qonaqlar sonra Şəhidlər Xiyabanında ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının məzarlarını ziyarət ediblər. Əbədi Məşəl abidəsi önünə əklif qoyulub. Daha sonra Türk şəhidliyi abidəsi ziyarət edilib.